Ötən gün Bakıda Naxçıvana uçan sərnişin təyyarəsinin eniş edə bilməməsi və məcburən geri qayıtması əslində bir çox sualları ortaya çıxardı. Əvvəlcə sərnişinlərə Naxçıvanda hava şəraitinin əlverişsiz olması ilə əlaqədar geriyə paytaxta uçuş edildiyi və tez bir zamanda Naxçıvana uçmağı mümkün olacağı bildirilsə də, məsələ sonradan xeyli uzandı. Sərnişinlər isə Heydər Əliyev adına beynəlxalq hava limanında saatlarla gözləmək məcburiyyətində qalıb. Sərnişinlərin bildirdiyinə görə növbəti reys elan olunana qədər hava limanının ərazisini tərk etməyə də icazə verilməyib. Bu bir yana, onların qida və su ilə təmin edilməsi də unudulub. Təmir stollar idi gözləmə zalında. Saat arıza 5'in yarısı biz düşdük Bakıya. Gecə saat 1'e kimi. Bu arada bir dəfə yemək təklif olundu, yəni gətirildi uşaqlar üçün. Daha sonra heç bir şey təklif olunmadı və istirahət üçün, yaşlıların istirahəti üçün heç nə təklif olunmadı. Nəzərə alsaq ki, Ramazan ayını yaşayırıq və təyyarədəki sərnişinlərin arasında da oruc tutanlar var idi. Belə olan halda ac susuz gözləmək ən çox bu insanlara əziyyət vermiş olub. Azal rəsmilər isə bu fikirlə razılaşmır. Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski sərnişinlərin ən azı bir dəfə qida və su ilə təmin edildiyini bildirdi. Bir dənə təyyarə qaydı. Qalanlar hamısı geçmiş. Və sərnişinlər aeroportdaydılar. Yemək su mən bilən belirləyib onlara. Ümumiyyətlə bizdə qaydalara və şirkətin qaydalarına bağlı gələk 8 ya 9 saatdan sonra olanda onda həmən ki bu insanlar yerləşdirir, qəsdiyin sör və sər. Ancaq saat 14:50-də Bakıdan havaya qalxmış təyyarənin saat 4-dən sonra geri qayıtdığını və yalnız gecə saat 1-dən sonra yenidən Naxçıvana istiqamət aldığını hesablasaq, onda sərnişinlərin hava limanında 9 saatdan da artıq müddətdə gözlədiyi məlum olur. Məlumata görə gecə saatlarından etibarən Naxçıvanda hava şəraiti düzəlsə də, sərnişinlərin bir qisminin, xüsusilə yaşlıların və təyyarədə həkim müşayiəti ilə aparılan 2 xəstənin vəziyyəti ağırlaşıb.